Süd vəzi xərçəngi zamanı saç tökülməsi müalicədən yoxsa xəstəliyin özündən olur? Süd vəzi xərçəngi olan zaman pasientlər müəyyən müalicələrdən istifadə etməli olurlar. Bunlardan ən çox istifadə etdiyimiz müalicə üsulu kimyoterapiyadır. Kimyoterapiya alan pasientlərdə tük soğanağına kimyəvi dərman preparatları təsir göstərdiyinə görə saç tökülməsi və bədənin digər nahiyələrində tüklərin tökülməsi başlayır. Bu yalnız kimyoterapiya dövründə aktiv olur. Kimyoterapiya dayandıqdan dərhal sonra yenidən saçlarınız, qaş və kiprikləriniz çıxmağa başlayırlar. Bəs süd vəzi xərçəngi zamanı heç bir müalicə almadan saç tökülə bilərmi? Təbii ki, təkcə süd vəzi xərçəngi zamanı deyil, digər xəstəliklər, məsələn, orqanizmin immun sistemi zəiflədiyi halda, müəyyən vitaminlərin orqanizmdə çatışmamazlığı olan zaman saç tökülməsi ola bilər. Ancaq xərçəng xəstəliyi zamanı yalnız kimyoterapiya alan pasientlərdə saç tökülməsi olur. Bundan qorxmağa gərək yoxdur. Çünki kimyoterapiya bitdikdən sonra saçlarınız yenidən çıxır və əvvəlkindən də daha gür və sağlam saçlara sahib olursunuz.